Oruç tutub dedik, qeybət eləmək, yeməyi haram bilmək, qeybəti halal bilmək kimidir. Hədis və rəvayətlərimizdə var ki, bir dənə bütün günahları biz bir yerə yığsaq, İmam Sadiq əleyhissalam buyurur, səhv eləmirəmsə, bütün günahları bir yerə yığa bilsək, həmin evin, otağın açarı yalandır. Yəni, sən yalan danışmaqla o bütün günahlara zəmin yaradacaqsan. Günah bu deyil ki, bəzən insanlar görərsə, hansısa bir səhv işi görən, bir səhv hadisə baş verir, bir səhv iş görülür. Deyir Allah, sənə çox şükür, yaxşı, mən belə deyiləm. Amma başa düşmür ki, sənin də həyatında bir dənə iş var ki, o işlərə zəmin yaradır, ona zəmin yaradır. Yəni, gərək diqqətli olasan bu məsələdə. Çox diqqətli olasan. Elə düşünmə ki, mən filan səhv işi görmürəm, yox, mənim aid, xeyr, belə məsələ yoxdur. Hərlənib, fırlanıb gələcək, o iş səni tapacaq mütləq. Mütləq tapacaq. Çünki sən o səhv əməlindən başqa bir günaha yol açırsan. İmanla yalan bir araya gələ bilməz. Yadda saxlayın. İmanla yalan bir araya gələ bilməz, sığa bilməz. Peyğəmbər sallavatullahdan soruşurlar ki, mömin qorxaq ola bilər? Buyurdu, bəli. Ya Peyğəmbər, necə yəni mömin qorxaq ola bilər? Mömin xəss ola bilər? Buyurdu, bəli. Amma soruşdular, mömin yalancı ola bilərmi? Dedi, xeyr, mömin əsla yalan danışmaz. Sən mömin olarsan, haradasa qorxarsan nədənsə, çəkinərsən. Ailəvə görəmi, övladlarına görəmi, işi itirməyə görəmi və s. Xəss ola bilərsən, 2 ay Allah, bir dənə bunu versəm, evimdə heç nə qalmaz, az verə bilərsən, bu da mümkündür, ola bilər. Bəli, demir ya, bunlar yaxşı halda, amma mümkün də ola bilər, amma mömin yalan danışmaz. İmam Həsən Əsqəri əleyhissalam buyurur ki, bütün pislikləri bir otağa yığsaq, bayaq dediyimiz hədis ki, onun açarı yalan olar. O qapını ki, açandan sonra bütün günahlar sənin üçün açılacaq və bütün günahlara giriş eləyə biləcəksən. Hətta saxlayın, yalan ehtimalı öldürür və cəmiyyətə pis təsir qoyur. Xüsusən də ehtimat öləndə dostluq, ticarət və ailə bağları məhv olur. Bir işlə işləyərkən, əgər bir səhvin olsa görsən, həmişə ikinci dəfə o səhvə gör sənə bir araşdırma edirlər. Sən həmişə şübhəli şəxs kimi baxırlar. Bir dənə məsəl üçün cinayət hadisəsi baş verir. Görsən, məsələn, həmin cinayətkar vaxtıyla bir iş görübdür. Bir hadisə baş verir, onu çağırırlar. Həmki şübhəli şəxs kimi çağıra bilirlər. Yəni, insan bir dənə səhv eləndə, etimadı doğrultmayanda, təəssüf ki, bəzən ona etibar o qədər qalmır. Bizim yalan danışmağımıza əsas səbəblərdən biri şübhəli hallarda diqqətsiz olmağımız. Mən deyərdim ki, dərsimizin ən həssas yeri burasıdır. Peyğəmbər və Ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli alə Muhammed və Ali Muhammed və accil və rəcəhim. Ön yarğılı olmaq, düşünə bilməmək, səbəb olur ki, baş verən istənilən bir hadisəyə səhv yarğı verəsən, səhv düşünəsən. Təəssüf bəzən bu cür olur, çox təəssüf. Bugün ictimaiyyətimizdə, cəmiyyətimizdə, bəlkə də bizim ən yaralı və zəif yerlərimizdəndir. Bir şübhəli al baş verəndə həmən hissə qapılmağımız. Bir hadisə olur, bir iş görürsən, başlayırsan o yaxının, qardaşın və ya dostun haqqında səhv fikirdə olmağa. Halbuki araşdırmadın, öyrənmədin ki, bəlkə bu iş başqa cür ola bilər. Əleyhissalam Nəhcül Bəlağədə hikmətli bir sözü var. Buyurur ki, şübhəli hallarda ehtiyatlı olmaq qədər gözəl təqva yoxdur. Şübhəli hallarda ehtiyatlı olmaq lazımdır. Gəlib sizə bir söz deyərlər. Baxın, onun sizə kim deyir? Onu araşdırın. Sizə bir söz deyərlər, onu araşdırın. Bəsirətdə ola bilməsək zəlalətdə olacaq. Uzaq görə bilməsək biz uçurumda olacaq. Yadda saxlayın. Axır zamanda əsas problemlərimiz biri budur və bu olacaqdır. Tanıya bilməmək. Təbii ki, bunun bir çox səbəbləri var. Tanıya bilməmək səbəb olacaq ki, zamanı imama da qarşı çıxacaqsan, zamanı imama düşmənçi eləyəcəksən, yaxşı dəyərləndirməsən, yaxşı qiymətləndirməsən, yerində qiymət verməsən. Bir dənə hədis var İmam Sadiq əleyhissalamdan.
Buyurur ki, cəmiyyətdəki işləri 3 qismə bölmək olar. Birinci budur ki, doğruluğu aşkar olan iş. Çünki bu adam həqiqətən bu iş baş verir, doğrudur, aşkarda baş verir bu iş. Heç bir şək şübhə yoxdur bu işdə. Deyir, ona tabi ol. Ona tabi ol. İkinci budur ki, azğınlığı, yəni batililiği aşkar olan iş ki, ondan uzaqlaş. Bir dənə iş baş verib, bir dənə günah iş olubdur, bir dənə azğın bir iş baş verir və sən bu işdən uzaqlaş. Və üçüncü budur ki, və bu üçüncü də bizim yaralı yerimizdir. Şübhəli olan iş. Şübhəli olan iş olanda mütləq onun hökmünü Allaha və deyir, Rəsuluna həvalə elə. İnsan şübhəli işdən çəkinməsə, harama düşmə ehtimalı artar. Elə bir ki, bir dənə qoruqdur. Bir dənə qoruqdur. Dövlət tərəfindən qorunur, bir dənə ya şirkət tərəfindən, bir özəl qurum tərəfindən qorunur. Sən də öz qoyunlarına otarsan, çobansan deyə ki, hər an qoyunlar qadağan olmuş sahəyə keçə bilərlər. Əgər diqqətli olmasan. Və buna bənzəyir. Çox təəssüf. Durmaq lazım. Şübhəli məqamı durmaq lazımdır. Həmən hissə qapılıb reaksiya verməyin. Həmən hissə qapılıb reaksiya verməyin. Haqqında bilmədiyimiz, məlumatlı olmadığımız bir şeyə reaksiya versək bizim zəifliyimizdir, bəsirətsizliyimizdir. Bir daha deyirəm, Əleyhisselamda şübhəli hallarda ehtiyatlı olmaq qədər təqvalı bir gözəl təqva yoxdur. Kim deyir şübhəli hallardan çəkinsə İmam Zeynal Abidin Əleyhisselam deyir ki, dini və abru üçün salamat qalır. Buna deyərlər vərə. Ehtiyatlı olmaq lazımdır. Ehtiyatlı olaq. Çox ehtiyatlı olaq, həqiqətən çox ehtiyatlı olaq. Fiqdə buna ehtiyat prinsipi kimi tanınır bu məsələ. Yəni, bir işin halal və haram olduğunu bilmirsənsə, mənəvi sağlığı qorumaq üçün ondan ehtiyat elə. Uzaq durmaq məsləhət görülür. O bir hədisdə var, deyildi, halal və haram aşkardadır, sən şübhəlidən qaç. Sən şübhəlidən. Bir dənə hadisə baş verir, görürsünüz, həmən reaksiya verirlər. Biri haqqında bir dənə şey paylaşsan, adamın haqqında mənfi fikirlər yazılır. Heç adamı tanımır. Görürsən, hamısı bunlar bu cürdülər. Valla sən də sahəndə nə qədər pis görən insanlar var. Biz demirik, bütün hamısı bu cürdür. Xeyr. Diqqətli olmaq lazımdır. Axır zamanda bəsirətsizlik bizi uçurma aparacaq. Diqqətli olmaq lazımdır. Çox mühüm məsələdir ehtiyatlı olmaq. Çox mühüm məsələdir. Sərhəd qoymalıyıq. Düşüncələrimizə, fikirlərimizə həmən reaksiya verməyək. Şübhəli məqamlarda mütləq dayanmaq vacibdir. Mütləq dayanmaq vacibdir. Bilmirəm, orta məktəb vaxtı, bilmirəm, hərdən uşaqlarla bəlkə də zarafat eləmişsiniz. Bilmirəm, orta məktəb vaxtında, sonra institut vaxtlarında, bir də görürsən, otururduq, məsəl üçün, birimizə bir kağız tulluyurduq. Bilmirəm, sizdə belə bir şey var, yoxsa tələbəlik vaxtı. Məsələn, oturursan böyümə, qəfildən birin gəlb, boğazın belə qıdığı çək durursan, elə bir sən o adam eləyibdir. Bilmirəm, belə hallar görmüşsünüz, görməmişsiniz. Məsələn, orta məktəb vaxtında, institut vaxtlarında görmüşsünüz. Otsa evdə, məsəl üçün, ata-ana, məsəl üçün, uşaqla zarafat eləyir. Əlini atır, o əlini belə qəfildən qızın burasını qıdıqlayır, məsəl üçün da. Qız çoğu ki, niyə eləyirsən, ay mama, ay bacı? Deyir, vallahi mən eləməyi deyir. Baxın, reaksiya verir. Bilirsiniz mən nə demək istəyirəm, üzr istəyirəm. Yəqin fikrimi çatdıra bilirəm sizə. Yəni, bir dənə bizə bir düşübsə, məsəl üçün da, bir damcı düşdüsə üstümə, məsəl üçün, bir damcı düşdüsə, bu yağışın yağması deməkdir. Ola bilər ki, krişanın başında bir dənə qar ərib sənin düşüb üstümə. Bu da ola bilər. Yəni, sən bir şey sanslısa, həmən yanımdakı insanı vurmayaq. Bəlkə sənə ditdili sancıb, bəlkə sənə ağcaqan sancıbdır, məsəl üçün. Ola bilər. Bu da ola bilər. Mümkündür bu da. Ehtiyatlı olmaqla, diqqətli olmaq lazımdır. Yolun ortasında bir dənə daş varsa,
Bu o demək deyil ki, kimsə o daş qoyubdur. Görmüsünüz, kim olub Lirikdə, Gədəbəydə, Lirikdə kim olub? Lirikin görmüsünüz yollarını, Ağsu Perivalında, Lirikdə yəqin ki olmusunuz, Lirik yardımlı yolunda, məsəl üçün Gədəbəy Yasamalında olmusunuz. Gözü belə dalğa və halqavarı yollardır. Və onun qıraqlarına zaborlar qoyublar. Düzdür, səddlər qoyublar. Görmüsünüz ki, dağın üstündən daş düşəndə dayansın səddə, maşınlara dəyməsin. Kim görüb onu? Bilmirəm, görmüsünüz yoxsa görməmisiniz. Rayonlarda, uzqar rayonlarda bu cür olur. O halqavarı yollarda səddlər qoyurlar. Ki, dağda hər hansı bir kol-kos düşəndə gəlib dəyməsin. İndi bir dənə sual verəmsə, o sədd olmasaydı, nə gələcəkdi ağlımıza? Yəqin daş kimsə yola qoyub, bax, qəsdən yola qoyubdur. O səddi qoyublar ki, ehtiyatlı olaq. Yəni ki, 100% ehtimal dağdan düşüb bu. Bax, bizim bəzən hazırlıqsızlığımız səbəb olur ki, mən yəqin Fəxrəddin məni incitdi. Olmaz, belə bir şey olmaz. Hətta bir mesaj belə sənə gəlsə, qardaşından, bacından, rəfiqəndən, dostundan, müəllimindən həmən reaksiya bildirmə. Olur da, məsələn, nə qədər əlimiz dəyib səhvsin. Məsələn, məndə indi bəlkə o qədər olubdur. İnanın Allaha, heç tanımadığım bir xanım olub. Allah şahiddir, qəfildən əlim dəyib öpücük şahs gəlib Simalikdə. Ay Allah, nə qədər utanmışam, ay Allah, demişəm, siz Allah bağışın, əlim deyib bilməmişəm. Bəlkə də əlimiz min dəyən dəyər Simalikə. Düzdür, birinə mesaj göndərsən, heç zarafatın olmadığı insan deyil, əlim dəyən Simalikədə ürək şahisi getdi. Kimsə ürəkdən bir dənə qız çıxır, oğlan çıxır, deyirsən, vay, biabır oldum. Yaxşı ki, mesaj pozma yeri var da, hamısını silmək yeri var. Gəlin başa çalır ki, vallahi əlim dəyibdir. Bilməm, yəqin, sizə də bu cür hallar olur. O saat gələn SMS-ə, gələn səsə, gələn bir şeyə reaksiya verməyə, bəlkə o adamı qəsdən bu cür səs göndərməyə vadar ediblər. Bəlkə kimsə sənin adından mesaj göndəribdir. Nə qədər belə şey görmüsünüz filmlərdə, seriallarda, əsərlərdə, hətta olmuş hadisələr olub ki, kimsə bir dənə fitnə yaratmaq istəyib, kimsə ara vuruşturmaq istəyibdir, sənin adından mesaj göndəriblər. Nə qədər belə şey olur. Görürsünüz, məsələn, bankla bağlı nə qədər fırıldaqçılar var. Sənin bank kartını soruşmaq, sənə zəng gəlir, sizə kredit düşür, nə bilim, sizə mükafat qazanmışsınız, düzdür? Fırıldaqçılar var da, bank, sənin kart hesaba daxil olmaq istəyən fırıldaqçılar var. Elə şirin danışırlar ki, işlər görürlər. Hansısa bankın adından, hansısa şirkətin adından. Düz? Gəlirlər sənə kodu bir dənə bizədindən sənə yazılar göndərir, zəng. Biraz zirək olsa, baxarsan ki, bu bank işçisi mən rəsmi işləmirəm, mən niyə pul versin ki, məsələ, biləm. Təbii ki, bir balaca zirəkliyi, düşüncəsi zəif olan adamlar tez təslim olacaqlar. Bu ayda diqqətli olmaq lazımdır. Diqqətli olmaq lazımdır. Şeydən qolu bağlıdır, o demək deyil, həvai nəfs var. Nəfs bizdəndir bir ömür. Bəzi qalıqlar var ki, Ramazan ayından öncə o bizdə qalıb ki, o qalıqları təmizləmək lazımdır. Bax, bu qədər dərslər ki, danışılır, sizə rəhm eləmək lazımdır, Quran oxumaq lazımdır, yalan danışmayaq, qeybət eləməyək, səcdə halında qalaq, naməhrəmə baxmayaq, pis söz danışmayaq. Bunlar bilirsiniz, bax, hamısı orucun saflaşması üçündür. Bizim orucun saflaşması, ruhumuzun təskiyi olunması, ilahi kəlamları yaxşı eşitməyimizə, başa düşməyimizə səbəb olur. Bir nəfər ki, ilahi kəlamı dərk elədi, bəsirət olacaqdır. Yadda saxlayın. Baş verən hadisəyə həmən reaksiya bildirməyəcək. Həmən reaksiya bildirməyəcək. Nə qədər insanlar olub ki, deyib, sən Allah bağışla, bilmədimi, səhv başa düşdümü. Olur, bəsən olur. Dərs zamanında bu ola bilər. Oturub çay çörək yiyəndə də bu hadisə başlayır evin içində falan bir hadisə oldu. Sən niyə belə elədin? Deyirsən, valla mən eləməmişdim. Elə bildim sən eləmişsən, bağışla. Nə qədər biz demişik bağışla, elə bildim səhv anlamışıq, ön yarğılı olmuşuq. Nə qədər demişik bəlkə də tələbə müəllim münasibətlərində, ərlə arvad münasibətlərində, qardaş bacı münasibətlərində. Bu biri-birimizə yaxşı dəyər və qiymət verməməyin müqabilində olur. Və yaxud da etimadı doğrultmamısan hansısa bir dövrdə zamanda, ona görə ola bilər. Mümkündür belə şeylər. Var belə şeylər. Ehtiyatlı olmaq lazımdır, əzizlər. Biz axır zamanda yaşayırıq. Axır zamanda yaşayırıq. Mən bir yerdə o gün oxuyurdum ki, şeytanın bu qədər güclü olmamışdı, bəlkə də bu günə qədər belə. Hətta sakın elm, texnologiya inkişaf eləyirsə, şeytan da inkişaf eləyir.
Əvvəl çox sadə idi hər şey. Əvvəl bir dənə çörək mağazası var idi. Kəndin bir dənə çörək mağazası var idi. Yadınıza gəlir? 90-cı illərdə. Nə bilim, bir dənə aptek var. Gedib hamı aptekdən, hamı ondan alırdı. Məsələn, kəndimizdə, küçəmizdə bir dənə şofer vardı. Məsələn, Fazil əmi şoferimiz idi. Hamı ondan gedirdi harasa. Bir dənə avtobusumuz var idi. İndi hər şey o qədər inkişaf edir. Bir şeydən o qədər var ki, fərqli-fərqli xüsusiyyətləri var. O qədər var ki, belə şeylər. Və hərəsində özünə görə qanun uyğunluqları var, nə bilim, işləri var, xüsusiyyətləri var. Yəni, bir şey inkişaf edirsə, bu deməkdir, şeytan da inkişaf edir. Şeytan üçün daha çox zəmin yaranır, yadda saxlayın. Aldatma, aldanma prosesləri daha çoxdur müasir dövrümüzdə. Hər cür texnologiyalar, məsələn, bir dənə suni, bir dənə video, suni intellekt bir dənə video paylaşırlar, kinolar, necə inandırıcı gəlir. Adi bir dənə kino görürsə də kinodur. Biz kinoya baxanda, məsələn, əvvəldə adamlar vardı, məsələn, adam var, seriala baxır, ağlayır, kinoya baxır, ağlayır. Hadi sən bu real olmur, məsələn. Məsələn, adi bir dənə intellektdir, bir dənə filmdir. Real həyatda olmuyor, amma səni kövrəldir, ağladır. Səni kövrəldir, bağladır. Hələ bu bir dənə real olmayan bir şeydir, ha. İndi sən təsəvvürlə ki, bunu sənə real kimi təqdim edirlər, necə təsir qoyacaq bu? Aldatma ehtimalı, azma ehtimalı çox yüksəkdir. Ona görə diqqətli olaq. Əmir əl-Möminin əleyhissalam buyurur ki, mömin gərək zirək olsun. Təvəqqüh eləməliyik. Mən sözümü bitirirəm, dərsi bitirirəm inşallah. Birinci mərhələ budur ki, əziz tələbələr, izləyicilər, təvəqqüh eləmək. Nədir bu? Dayanmaq lazımdır. Niyə? Tələsik qərar verməmək və o işə başlamamaq. Eşitdin, qulağın eşitdi, Məmməd dedi, nə bilim, Məsmarvat dedi, tələbə dedi, həmin reaksiya bildirmə. Tələsmə mənim əzizim, tələsmə. Hətta bunu deyən bir dənə alim olsa belə, tələsmə reaksiya. Bir şəri məsələ eşidirsən filan kəsdən. Axı, o sənin üçün höccət. Axı, filan kəs dedi, belədir. Qardaş, o sənin höccət deyil. O sənin müctəhidin deyil. O sənin fiqh ustadı, məci, alimin deyil. O adam ictihad çatmayıbdır. Sənə bir xəbər eşidəndə əvvəl araşdır, sonra. Buna deyərlər təvəqqüh, yəni dayanmaq birinci mərhələ. İkinci mərhələ fəhs mərhələsi. Bu adıyla fəhs, yəni araşdırmaq. Bilən birindən, müctəhiddən və ya alimdən və ya o hadisəyə uyğun bəsirət sahibindən, o hadisəyə uyğun bir məlumatlı adamdan o şeyi soruşmaq. Yoxsa düşmürsən falan kəsin xəttinə, sən onu dəstəkləyirsən. Belə olsun, gördünüz falan kəs, mən də buna qardaş deyirdim, mən də buna məsəl üçün bacı deyirdim, mən də buna əmi deyirdim, xala dayı deyirdim, buna hörmət edirdim, mən də buna müəllim deyirdim. Tələsmə, tələsmə. Mümkündür ki, zahir səni aldada bilər. Nə qədər belə hadisələr olubdur. Və nəhayət üçüncü mərhələ vərə mərhələsi, çəkinmək mərhələsi. Əgər dəqiq cavab tapılmırsa, mənəvi ehtiyat naminə uzaq durmaq lazımdır. Mənəvi ehtiyat naminə uzaq durmaq lazımdır. Görsən, qarşından maşın gedir. Sürmür, qardaş. 100-dən yazılan yolda adam 60-dan sürür. Tələsmə. Siqnal verməyə tələsmə. Şüşəni açıb qışqırma. Niyə sürmürsən sən? Ola bilər ki, adam narahatdır. Ola bilər adam rolda özünü itiribdir. Ola bilər qəfil ürək sancısı baş verib. Sadəcə özünü itirib, həyəcanlanıb, bilmir nə iş görsün. Bax, bu hallar da mümkündür olsun. Ona görə ehtiyatlı olmaq lazımdır. Vərə hissini qoruyub saxlamaq lazımdır. Allahın öz izzət cəlalına Allah bizi şübhəli məqamlarda tez tələsik qərar verənlərdən qərar verməsin. Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli alə Muhammed və ali Muhammed və accil fərəcəhəm. Allah hər bizdən razı qalsın. Allah bu dərsləri inşallah qəlbimizə təsir edən dərslərdən qərar versin.